Əslində bugün bu müharibədə birbaşa və dolayısıyla heç bir qalib ölkə yoxdur. Çin olsun, istər Amerika olsun, müharibəni aparan tərəf olsun, istər Rusiya olsun, daha çox bir qədər Rusiyanın əlinə oynadı bu müharibə. O baxımdan ki, Rusiyanın apardığı işğalçı müharibə bir qədər ikinci plana keçdi. Yəni həm də pul qazandı. Dünyanın qınağında və eyni zamanda təbii ki, ona imkan yaradıldı ki, bu Hörmüz boğazında yaranmış böhran səbəbindən öz neftini sata bilsin və o hardasa dünya neft bazarına bir töhfə idi. Ona görə Amerika Birləşmiş Ştatları və ümumiyyətlə Avropa buna müəyyən bir formada göz yumdu. Və bundan az çox belə deyək, irəli düşən bir qədər Rusiyadır. Qalan qalib yoxdur ortada və Çin praktik olaraq iqtisadiyyatı əksinə neftin gəlməməsi səbəbindən İran neftinin 80%-ni müharibə başlayana qədər Çin alırdı. Yəni bu neftdən məhrum olmaq Çin iqtisadiyyatı üçün təbii ki, heç də xoş hal deyil, zərbədir əksinə. Ona görə qalib yoxdur burada. Az çox dediyim kimi Rusiyanın bir qədər mövqeləri biraz möhkəmləndi. Həm psixoloji baxımdan ki, Rusiyanın aqressiyası, işğalçı müharibəsi ikinci plana keçdi və digər tərəfdən də siz dediyiniz kimi bir qədər Rusiya daha çox pul qazanmağa başladı. Yəni nəfəslik verildi Rusiyaya. O ki, qaldı bu hadisələrin bu şəkildə cəryan eləməsinə, yəni Amerikanın özünün də təşəbbüsü ilə 2 həftəlik atəşkəsin əldə olunmasına. Mənim soruşursunuz, mən hesab edirəm ki, bu hər hansı dediyiniz B ya C variantı kimi bir variantdır. ABŞ hazırlaşırdı İranın infrastruktur obyektlərini, xüsusilə də elektrik enerji stansiyalarını və körpülərini vurmağa. Amma İran buna cavab olaraq onu açıq bəyan etdiyinə görə, yəni nə edəcəyini öncədən bəyan etdiyinə görə, İranda da bu dediyiniz qüvvələr, Sepahın bəsis xəttində oturanlar, bunlar belə deyək də fanatdılar. Bunlara deyilir ki, gedin oturun körpünün üstündə, vurulanda siz orada öləcəksiniz, onlar məmnuniyyətlə gedib otururlar və yaxud da hansısa bir elektrik stansiyasının ətrafında gedin orada doluşun ora ki, vurmasınlar. Təbii ki, Trump bu İranın bu gedişindən, İran hakimiyyətinin, Sepahın bu gedişindən biraz gerilədi, geriyə çəkildi. Çünki bu halda o obyektlər bombardıman edilərsə, orada çox saylı insanlar ölərdi və təbii ki, dünya bunu qınayacaqdı. Onsuz da ABŞ və İsrail cütlüyünü bu müharibəni bu şəkildə başladıqlarına görə qınayan çoxdur və yeni bir qınaq dalğasını yəqin istəmədilər gəlsin üzərlərinə. Və mən hesab edirəm ki, ABŞ bu addımı atmaqla, yəni razılaşma, atəşkəsi ətrafındakı razılaşmanı əldə etməklə hansısa bir planlarını reallaşdırır. Bu müharibə bitmədi. İsrail baş nazirinin dilindən səsləndi ki, bu müharibə bitməyibdir. Bu sadəcə olaraq 2 həftəlik atəşkəsdir. Yəni biz nəfəs dərirlər. Bəli, nəfəs bu problem çözülməyibdir. Və mən hesab etmirəm ki, bu qədər müddət ərzində artıq 40 günə yaxındır da müharibə gedir. 40 gün tamam oldu da, bəli. 40 günə yaxındır. Ötən gün Xamneyinin 40-ı idi, fevralın 28-də başlamışdı. Yəni 40 gün üstündə də artıq, 41-42-ci gün. 40 gün ərzində bu qədər xəş çəkilir, bu qədər dünyanın gözü qarşısında belə deyək də hərbi addımlar atılıbdır və regiona bu qədər hərbi güclər dartılıb gətirilib, bu qədər resurslar xərclənib, bu qədər maliyyə vəsaitləri xərclənibdir. Bunların fonunda hədəfə çatmadan Amerikanın bu məsələni yarımçıq qoyub getməsi heç inandırıcı görünmür. Əgər mən başqa efirlərdə də demişəm, bizim bu efirdən səsləndirəm şeylər. Amerika hər hansı bir formada danışığa gedib Hörmüz boğazını İranın idarəçiliyinə verərsə, yəni Amerika Hörmüz boğazından geri çəkilərsə və İran orada bugün elədiyi dominantlığı, yəni hökmranlığı davam etdirəcəkdirsə, bu Amerikanın dünyada strateji bir məğlubiyyətidir. Yəni mən bundan başqa bir dolayı bir fikir yol görmürəm. Və hesab etmirəm ki, Amerika bu qədər gördüyü işlərdən, atdığı adımlardan sonra strateji məğlubiyyətlə razılaşacaq, barışacaq. Bəs yaxşı, biz görürük bu günlər ərzində ki, yəni bunu bacarmadı, Hörmüzü açmağı bacarmadı. Nə ilə bacaracaq? Belə deyirlər də, yəni ötən günlərdə hətta deməli tamaşaçıların diqqətinə çatdırım ki, taktiki nüvə silahından istifadə haqqında da danışıqlar oldu. Dedilər ki, bu olar. Biz də sizin efirdən səsləndirmişdik fikirləri. Hətta İran tərəfi ehtiyat tədbiri kimi adamlara yod tabletləri
paylayırlar. Yəni hətta belə düşünürlər ki, bu mümkündür. Yəni istifadə edə bilərmi sizcə? Yəni zor gücə. Prinsipcə Trumpın dilindən səslənmiş idi, sivilizasiyanın məhv edilməsindən falan danışmışdı. Doğrudur. Bir qədər gülünc qarşılandı. Hər halda hər kəs dedi ki, bu hansı anlama gələr? Ağıllı başlar Trumpın bu fikrinə güldülər. Amma buna rəğmən Trump da, yəni dəli Trumpdır. Bir də gördünüz, həqiqətən də dediyini etdi. Və sizcə doğrudan da bu nə ilə eləyə bilər? Bax, bu Hörmüz boğazının açılmasını. O çağırışlarında bir fikirləri yada salmaq istəyirəm tamaşaçılarımız üçün. Deyir ki, mən böyük bir sivilizasiyanı məhv edəcəyim. Bəli. Yəni bu nə deməkdir? Sivilizasiyanı necə məhv eləmək olar? Sivilizasiyanı ancaq o dediyiniz taktiki nüvə silahları ilə və yaxud da ki, elə birbaşa strateji nüvə silahı ilə məhv eləmək olar. Başqa silahla məhv etmək sivilizasiyanı mümkün deyil. Deməli, bu onun hədəsi idi, onun qorxusu idi. Və mən hesab etmirəm ki, Trump bu mövqedən geri çəkilibdir. Sadəcə olaraq Sepahın dediyimiz addımları atmasını gözləmirdilər ki, insanlar tükəcəklər Trumpın bəyan elədiyi obyektlərin, yəni yerlərin ətrafına, elektrik stansiyalarının, körpülərinin ətrafına ki, siz bombalayın görə indi necə bombalayırsınız. Yəni bu insanlar həyatlarından belə də məmnuniyyətlə, razılıqla getməyə hazırdılar, onlar fanatdılar. Sepah da bundan istifadə elədi, tökdü və hesab edirəm ki, Amerika müəyyən bir taktiki addım ataraq geri çəkildi və bu 2 həftəlik time out götürüb da, yəni belə deyək. Həm də ola bilsin ki, bizim bilmədiyimiz səhnə arxasında Amerikanın digər böyük müharibə üçün, yəni qalibiyyətli bir hücum üçün səhnə arxasında başqa hazırlıqları görmək ehtiyacı var. Ona görə zamana ehtiyac duyuldu, zaman lazımdır. Bu zaman əslində bax belə təhlil edəndə İrana lazım deyil. İran ilə yerin altındakı raketlərini pis və ya yaxşı atır, yəni o işlə məşğul özünü çalışır müdafiə eləsin. İranda heç nə dəyişmir. Amma Amerika sadəcə olaraq belə deyək, həlledici zərbə vurmaq üçün yəqin ki, öz güclərini daha mobilizə eləmək və yaxud da başqa hazırlıq işlərini görmək, indi bizim bilmədiyimiz hazırlıq işlərini görüb başa çatdırmaq üçün Amerikaya zaman lazımdır. Bizim bilmədiyimiz həm də odur ki, yəni bu Tehrana deyirlər ki, gizli bir kömək var və bu Çindir deyirlər. Rusiyanın da deyirlər, amma ötən gün deməli Azərbaycanda da çox populyar olan bir-iki Rus politoloqlar var. Onlardan biri Karatçenko idi, səhv etmirəmsə. O deyirdi ki, bu müharibədə Trumpı 2 ölkə İrana kömək etməklə məğlub etdi. Deyirdi, bu Çin və Rusiyada onların İrana köməyi nəticəsində Trump məğlub oldu fikirlərini səsləndi. Doğru deyil, politoloqlar da, politoloq da, yəni siz də, digərlərimiz də, hər birimiz də bu fikirləri, bu mülahizələri səsləndirə bilərik. Amma ağla batan deyilmi? Yəni Çin, İranın görürsünüzmü necə duruş gətirməyi bu proseslərdə, hətta bugün ümumiyyətlə Xamneyinin adından yenə də bir meydan oxumalar var idi. Bugün də var və İran belə deyək də, yəni qəddini sındırmır. Hiss olunur ki, İran möhkəm dayanıb və hətta o gələcək hər cür kataklizmlərə hazır görünür. Bu tək başına mümkündür Fikrət müəllim? Yəni Çin hansısa bir formada ona kömək edirmi? Mən elə Rusiyanı qoyuram. Dəstəkçilər var, təbii ki, hətta müharibədən qabaq da biz Çinlə böyük yük daşıyan hərbi gəmilərin, uçaqların İrana nələrsə gətirdiyinin şahidi olduq. Yəni bu qeydə alındı ki, böyük nələrsə gətirildi İrana. Eyni zamanda Rusiya Xəzər üzərindən dayanmadan, durmadan İrana yardımlar edirdi. İsrail gəlib Xəzərdə İranın donanmasını vuranda bir çoxları sual edirdi ki, oradan İsrailə nə təhlükə vardı? Oradan İsrailə o təhlükə vardı ki, Rusiya silahları gəlib həmən o liman üzərindən demək ki, İrana çatırdı və İran bu müharibədə öz müqavimətini davam etdirdi. Baxın, bu məsələyə gəlib bir qədər başqa bir prizmadan baxın. Bir ildə Hörmüz boğazından 32.000 gəmi keçir. Yəni tanker, gəmi, yəni İranda da bir neçə müddət bundan qabaq müharibə gedişatında qanunvericilik aktı qəbul olundu. Hörmüz boğazı sanki belə desək özününkiləşdirildi və oradan alınacaq rüsumların məbləği təsbitləndi. Yəni İran çərçivəsində, İran qanunvericiliyi çərçivəsində bu işə bir rəsmi bir don geydirdilər. Və İran o gəmilərin hər birindən, neft daşıyan gəmilərin hər birindən
boğazdan keçəcək gəmilər birdən 2 milyon dollar vəsait istəyir. 32 min gəmi bir ildə 2 milyon vəsait, bu 64 milyard dollar pul deməkdir. 64 milyard. Bir gün bir dollar 500-600 min riyal kursu ilə İranın dövlət büdcəsi hardasa bir 30 min, 40 min arasında dəyişir. Yəni kursa görə dollarla. 30 min, 40 min dollar arasında dəyişir. Təsəvvürünüzə gətirin ki, Amerika İrana əlavə olaraq bir illik büdcəsinin 2 misli qədər bir boğazdan pul qazanmağa imkan verərmi ki, İran sabah özünün raket sənayesini indikindən daha üstün inkişaf elətdirsin. Mümkün deyil. Və eyni zamanda nüvə silahı. Hər şey pulla əldə olunur. Pul olundan sonra hər şey əldə olunacaq. İranın raket sənayesinin bünövrəsi necə qoyulubdur? Şimali Koreyadan müəyyən raketlər nümunə kimi verilibdir İrana və İran o nümunələrin üzərində özünün məhsullarını istehsal edirdi. Bu gün 2000 kilometrə rahat uça bilən raketləri varsa, Şimali Koreyada 15 min kilometrə uçan raketlər var. Sabah pul olandan sonra Onu da alacaq. kiminlə təminatı var ki, o 15 min kilometrə uçan raketləri İran əldə etməyəcək və özünün analoglarını düzəltməyəcəkdir. Bu deməkdir ki, İranın indi tək İsrailə deyil, Körfəz ölkələrinə deyil, Avropaya da əli çatacaqdır. Bax, sanki Trump Hörmüz boğazını hələ ki ələ keçirtməməklə, o boğazın bağlı saxlanmasını dözməklə, belə dözüm nümayiş etdirməklə, eyni zamanda koalisiyaya gəlməyən ölkələrə deyir ki, bax, mən çəkilirəm. Baxın, görün, nə ilə üz-üzə qalırsınız. Kimlə üz-üzə qalırsınız və perspektivdə sizi nələr gözləyir. Yəni, İran bir boğazdan 60 milyard dollar, 64 milyard dollar pul əldə edəcəkdirsə, öz hərbi sənayesini dediyimiz səviyyəyə qədər yüksəldəcək yaxın 3 il, 5 ilin içərisində və ondan sonra artıq siz birbaşa təhdid altında qalacaqsınız.